Hər vaxtınız xeyir olsun. Mən İsayeva Röya sizə Azərbaycan dili blok imtahanının sınaq suallarını göndərirəm. Deməli, birinci sualımız nədir? Deyir ki, kəsişmə hissələrinə nə yazıla bilməlidir? Məna növü baxımından. Yəni, eyni məna növünə daxil olmalıdır. Məna növü eyni olmalıdır. Gəlin, baxaq onda. Burada hissələrinə yazılmalıdır. Hansı əvəzliklər yazılmalıdır məna növü baxımından? Baxaq. Venn diaqramın kəsişməyən hissələrinə. A bəndi ikisi də təyin əvəzlikdir. Yazıla bilər. C ikisi də işarə əvəzlidir. Yazıla bilər. Hamı filan kəs ikisi də qeyri-müəyyəndir. Yazıla bilər. Hər kəs bəzi ikisi də qeyri yazılar. Amma bəzi qeyri-müəyyəndir. Bütün təyinidir. Ona görə bu kəsişməyə yazıla bilməz. Ortaq deyirlər məna növləri yəni. İkinci sualımız, gündə bizə gələr halımızı soruşar, gündə dayanmaqdan rəngi qaralıb, gündə bizə gələr. Burada da leksik şəkilçidir, bu zərfdir. Gündə nədə? Bu isə isimdir, dadə yerli kal qrammatikdir. Deyir bu haqda əsasən, bu sözlərə əsasən ortaq fikirləri tapaq. Gəlin görək ortaq fikir nədir? Baxaq. Kökü isim olan düzəltmə zərfdir. Xeyr, ikincisi dedik zərf deyil, isimdir. Zaman məzmunu ifadə edir, yox gündə dayanma, zaman məzmunu deyil. Tərkibində var bir şəkil çeşidləri. Birində leksikdir, birində qrammatik. Və salam. Üçüncü, bu kitabda çox maraqlı hekayələr var. Hansı sözlər çıxarılsa köməkçilik hissələri işlənməz? Gəlin, baxaq onda. Deməli, burada nə baş verməlidir? Burada əgər mən çox burada ədatdır. Çox, digər ismin əvvəlində gəlib. Əlamətin əvvəlində daha doğrusu gəlib. Bax, maraqlı sifətin əvvəlində gəlib. Əlaməti çoxaldarsa ədatdır. Onda biz buradan çoxu götürəndə cümlədə ədat olmur. Deməli, 3. Maraqlını da çıxarsaq, çox hekayə, çox say olur. Deməli, 3 və 4 C bəndi və salam. Deməli, burada nə idi məsələ? Məsələ o idi ki, müəllimlər. Burada məsələ o idi ki, çox maraqlı hekayədə çox ədatdır. Çox maraqlı hekayədə çox ədatdır. Amma əgər mən çoxu çıxarsam, bu cümlədə ədat olmaz. Çox da əlamətə aid olanda ədat olur da, biz də bunu bilirik. Buradan əlaməti çıxarsam, yenə çox say olur, yenə ədat olmaz. Yəqin ki, aydın oldu bu da. Keçək 4-cü sualımıza. Deyir ki, xəbər harda düz işləməyib? Məxsus qoşmadır. Qoşma tək ola bilməzdir, bizə məxsus olmalıdır. Deməli, biri bu. Neçəsində saymalıyıq sonra. Makmək məstərdir. Məstər mövzunu mənimsətmək, bütöv, tərkib yaradıb bütöv olmalı idi. Bir də bu. Dəfələrlə olmuşuq. Biz burada dəfələrlə olmuşuq. Burada var olmaq, mövcud olmaq mənasında tək olmalıdır. Bir də bu. Hamısı qədim dövrə aid idi. Bəli, bu doğrudur. Səni bura gətirəndə bu da doğrudur. Deməli, cavab nə olmalıdır? Cavab olmalıdır 3 dənə C bəndi. K-yə əvəzləməsə əminliklə demək olar. Harada demək olar? Tənək, tənəyə, bir də tənə. Tənəyə. Deməli, burada tənə sözü də var deyə K-yə keçdiyini əmin deyə bilmirəm. Kirpik də var, kirpi də var. Y bitişdirici də götürə bilərik. Körpü, körpü sözün köküdür, Y bitişdiricidir. Ələkə, bir də kaş ələyə. Ələk də var, eləmək də var, kaş ələyə. Amma dipçək ancaq K-dır. Yəni, orada yığını ancaq K-yə keçə bilir. Dipçək, dipçəyə. Yəni, dipçə sözü yoxdur ki, biz yəni bütöv götürək. Yığını bitişdirici hesab eləyək. Deməli, cavabımız olur E bəndi. Keçək növbəti sualımıza. 6-cı sual. Feili sifət, bir də feildən düzələn sifət. Baxaq, müəllimlərimiz, baxaq. Sağ xanaya deyir yazılsın. Yəni, sağ xana hansıdır? Sağ xana feildən düzələn sifət sırasıdır. Yəni, feili sifət yox, feildən düzələn sifətə aid olmalıdır. Təyin hər ikisinə aiddir. Quruluşca sadə ola bilmir, çünki ağzında düzəlmək deyilsən. Düzəlmək leksik şəkilçi ilə mümkündür. B bəndi yalnız bura yazıla bilər. Amma feil sifət şəkilçiləri qrammatikdir. Xəbər ola bilir. Hər ikisi tərkib yaradır. Tərkib əmələ gətirə bilir. Bura yazılmalıdır yalnız, tərkibi ancaq təsbirlənməyən feillər yaradır, söz mənasında və hər ikisi. Düzəltmək isim deyir. Məktəbli, yəni şagirdir də. Xoşbəxtlik mürəkkəbdir, xoş və bəxt. Ondan sonra hiyləgərlik və sayğı, hörmət yəni. 2, 5, 6 bəndi.
Sözün son şəkilçisindən istifadə etməməklə edilmədikdə sözün quruluşca növü dəyişir. Aha, deməli son şəkilçi leksik şəkilçi və son şəkilçiyə qədər leksik şəkilçi yoxdur yəqin ki. Deməli elə bir şey gəzməliyik. Dəkini buradan çıxarsaq, dəki leksikdir deyə, onda quruluşca növ dəyişir, olur sadə söz. Vəssalam, D-bəndi. Keçək 9-cu sualımıza. Tapşırığı edən şagird imtahandan qorxmaz. Cümləsində mübtəda çıxarılsa hansı dəyişiklik baş verər? Gəlin görək, mübtəda çıxarılsa hansı dəyişiklik baş verər? Nə etməz, qorxmaz. Kim qorxmaz? Şagird qorxmaz. İndi mənim bu şagirdim cümlədə yoxdur. Deməli, tapşırığı edən imtahandan qorxmaz. Deməli, tapşırığı edən mübtəda olar. Kim sualına cavab verən üzv olmaz? Niyə olmur? Tapşırığı edən olar onda mübtəda. Uzlaşma əlaqəsi işlənməz. Niyə? Tapşırığı edən mübtədadır. Qorxmaz xəbərdir. Uzlaşma yenə var. Feili sifət mübtədanın ifadə vasitəsi olar. Feili sifətdir. Mübtədanın ifadə vasitəsi olar. Aha, bəli, onlar tapşırığı edən imtahandan qorxmaz. Feil sifət deyil, amma qulaq asaq. Feili sifət yox, feili sifətin tərkibi. Feil sifət tərkibi mübtədanın ifadə vasitəsi olar. Niyə? Çünki axı etmək, yerinə yetirmək mənasında tək müstəqil feil götürülür. Deməli, burada iki söz hesab olunur bu. Ona görə tərkib yaradır. Baş üzvlərdən birinin ifadə vasitəsi dəyişər. Bəli, dəyişər. Tapşırığı edəndə mübtəda ismi idi, amma artıq oldu feil sifətin tərkibi. Dəyişdi. E-bəndi. 10-cu sualımız. Şagirdlərimizin əsas tərəfindən bağlı səhvi tapaq. Çalışqanlıq sözü. Çalışqanlıq. 3 leksik şəkilçi çalışmaq sözünün kökü çalışdı. Çalmaq deyil. Deməli, ona görə 1. Mənsubiyyətlə işlənib, bəli. Təhsili qan şəkilçisini qəbul edib, xeyir. Orada mənsubiyyətli sifətdən düzəlib, bəli. Çalışqan sifətlə. Yalnız biri quruluşu dəyişməyib. Ümumiyyətlə, burada quruluşu dəyişən ancaq bir şəkilçi olur. Bax, bunu unutmayaq. Yalnız sözün quruluşunu, bax quruluşunu, yalnız birinci leksik şəkilçi dəyişir. Burada yalnız qan bu sözün quruluşunu dəyişir. Lıqla ı dəyişməyib. Deməli, biri dəyişməyib səhv fikirdir. Əksinə biri dəyişib. 1, 3, 5. Bəli, biri deyirəm. Sözün quruluşunu, məsələn, bax, çalış sadədir. Çalışqan, onun quruluşunu dəyişdi, düzəltmə oldu. Tabi burada lıqla ı nə olur olsun? Dəyişməz quruluşu. Yalnız sözə qoşulan birinci leksik şəkilçi onun quruluşunu dəyişməyə qadirdir, müəllimlər. Fikrimi çatdırdım yəqin ki. Yalnız birinci leksik şəkilçi. 11-ci suala baxaq. Deməli, 10-cu sualımızda cavabımız nə oldu? A bəndi oldu. 11-ə keçdik. Sintaktik vəzifəsinə sənə kitabları gətirəndə mənə də göndər. Onda əndə var. Burada kitabları müstəqil cümlüzv olmur. Ona görə bizə müstəqil cümlüzv olanlar verilib variantda. Ona görə A-lar getdi. A olunca gedində cavab çıxdı axı. Niyə? Çünki anda əndə feili bağlama da axı qoymur kitabları müstəqil nə zərfli olsun, nə tamamlıq. Ayın 5-də bizdə yığışacağıq. Harada? Deməli, 1-ə uyğun gəlir B. Bizdə onun haqqında məlumat yoxdur. Kimdə? 2-yə uyğun gəlir C. Kursun aşağısında burada söz birləşməsi də cümlə üzvü deyil. Söz birləşməsinin içində ümumiyyətlə düşənləri var axı ona görə. Düşənləri olduğu üçün söz birləşməsinin içindədir. Meşəni gəzdi, haranı zərfliyin sualıdır. Deməli, uyğun gəlir. 1-ə B ilə. 1-ə B-dir, 2-yə C-dir. Uşaqlarla birlikdə meşəni gəzdik, haranı gəzdik. Haranı tamamlığın sualıdır. Haranı tamamlığın sualı olduğu üçün 2-yə E-ni götürürük. Demişik ki, hara ilə bağlı suallar tamamlıqda yoxdur, bizə haranın sözündən başqa. 1B, 2C, C-bəndi. Ümumiyyətlə, təsirli ki, tamamlıq 99% tamamlıqdır, 1% yer zərfli yox, zaman zərfli olur. Yayı dincəlməmişəm, qışı dincəlməmişəm, belə. Dan, dən haqqında 2 cür dan, dəndən gedir söhbət. 2 cür dan, dəndən gedirsə söhbət, deməli, bu güldan qabı mənasını verən dan ola bilməz. Dan bir cür yazılan, bax burasında 2 olmayan, bax bu 2 yoxdursa, bu bir cür yazılan dandırsa, bu qabı mənasını verir və alınma şəkilçidir, isim düzəldir. Gül, dan, gül qabı, çay, dan, çay qabı, qəhvə, dan, qəhvə qabı. Yəni, müəllimlər, güldan sözündə işlənməyib. Çünki bu dan-dən, 2 cür yazılan dan-dən zərf düzəldə bilər, çıxışlı qalına bilər. Deməli, 1 olan cavablarımızı nə edirik? Çıxarırıq. 1 olan cavablarımızı çıxarırıq. Vəssalam. Tərz hərəkət zərfi düzəldir? Bəli, ucadan danış.
Qoşulduq söz həmişə zərfli olur. Niyə? Səndən şikayətim var. Kimdən? Tamamlıq oldu axı. 3 olanda çıxaram, cavabım gəlir. 2. Çıxırlıq hansı şəkildə kimi işlənir? Bəli. Çaydan sözündə yoxdur? Bəli. 13-cü sualımız. Bağlayıcı harda yoxdur? Lakin, ammadır, lakindir. Bunları gözümüzü yumub bağlayıcı götürürük, düşünmürük. Bunu etsə də ancaq bizimkilər edəcək. Burada demişəm ki, 4-4-4 qaydası. Sağın üstə da gələndə ədatdır və bu da yalnızın əvəzləyib ədatdır yenə ikisi də. Bağlayıcı yoxdur. Onun üstə B variantı. Burada ancaqın yerinə am əvəzləyirəm deyə burada bağlayıcıdır. Amma burada ancaqın yerinə yuxarıda yalnız dedim. Gördünüz, ona görə ədat idi. Da həmçinin bağlayıcıdır, ya bağlayıcıdır. Deməli, oldu, ya baha bildi. Amma məsələn, ya Rəbbimdə nidadır. Ya Rəbbim. Ona görə deyə bilmirəm ki, yanı görən kimi gözünüzü yumun, bağlayıcı götürün, düşünmədən deyə bilmirik. Onun üstə B. 14-də. Budaq başa uyğun gələn sxemi göstəririk ki, izah edək, ziyanı yoxdur. Biz bilirik ki, ki olanda birinci başdır. Özdə o həmişə başa tərəfdir. Amma bircə kini anda ilə əvəzləyəndə birinci budaqdır. Və salam ki ilə bağlanıb, ki ilə bağlanıb, ki ilə bağlanıb, ki ilə. Deməli birinci başdır. Yolu yarı edəndə etmişdik. Bu da 2-dir. Amma edəndə anda ilə əvəzləyirəm deyə birinci budaqdır. Yalnız mənsubiyyətdir. Deməli B-mı qaydamız var. Bədən üzvlərinə yalnız mənsubiyyətdə düşür. Yalnız mənsubiyyətdə düşür. Deməli, bədən üzvü olmalıdır və sahib düşməlidir ki, biz bilək ki, yalnız mənsubiyyətdir. Burada düşməyib, halda düşməyib, halda zehində hal mənsubiyyət olduğunu bilmirəm, ömürdə bilmirəm. Yalnız mənsubiyyət şəkili kimi qəbul etmək olar. Necə dedim? Yalnız mənsubiyyət kimi beyinin, çiyini, kitabı, zehnin, ömrüm, bu ömrün deyil ha. Cavab deyirəm, bunun hamısı. I-nı məsələn, təsirli halda düşünə bilərəm halda. Zehnin, halda yiyəlik də düşünə bilərəm, mənsubiyyətdə. Beyinlə çiyinə düşməyibsə heç, bu getdi halda. Axı, bədən üzrəndə yalnız mənsubiyyətdə düşür. Bu elə ömrün deyil ha bu, ömrümüymüş. M ümumiyyətlə yoxdur da, M mənim ömrüm. Ancaq mənsubiyyətdədir, onsuz da M halda yoxdur, qarışdıraq. D bəndi. Amma bu N olsaydı, bunu da qarışdırardım. Əgər burada N olsaydı, mənim ilk başda gördüyüm kimi, N olsaydı bunu bilməzdim. Yiyəlik haldır. Yoxsa mənsubiyyət. Çünki axı bu sözlər alınmadı, halda da mənsubiyyətdə də düşür. 16. Elə dayanırsan, elə baxırsan, elə bir qarşında quru bir daşam. Gəlin görək burada nə var, nə deyir. Sonra deyir, nə qədər oxusan, o qədər öyrənəcəksən. Doğru fikir istəyir. Tərz hərəkət zərfidir. Biz demişik ki, elə heç vaxt zərf olmaz. Zərfi əvəz eləyə bilər. Deməli, bir olan cavabı neynirəm? Çıxıram. Mənə doğru fikirlə. Heç nə qədər də sual əvəzi idi, bu da zərf deyil. Hara yazılsaydı düz deyildi. Bir olan cavabları çıxıram. Cümlə üzvüdür. O nə deməkdir? İkisi də cümlə üzvüdür də. İkisi də cümlə üzvüdür. Bu ortaya yazılmalı idi. Ona görə 2 olan cavabları da çıxıram. Sonra əvəzlikdir. Aha. Əvəzlikdir. Hər ikisi əvəzlikdir. Bəli, sual əvəzliyi bir işarə 3. Aid olduğu məna bütün növləri əvəz edən sual əvəzliyidir. Deməli, bu ikinciyə yazılmalıdır. Aid olduğu məna bütün nitq hissələrini yox, bütün nitq hissələrini yazır. Bütün əsas nitq hissələrini və bütün nitq hissələrində köməkçi də gedir. Deməli, yox, heç bir əvəzliyə aid deyil bu fikir. 4 olan cavabı çıxın. Bütün əsasları əvəz eləyir, sual əvəzlikləri. Ümumiyyətlə, əvəzlik yalnız əsas əvəzləyir, köməkçini əvəz eləmir ha. 3-dən 5 onda olur, budaq cümlədə işlənib, bəli. Zərfdir, yalnız zərflik deyil. Zərfdir, amma zərflik deyil. Gəlin baxaq, A bəndində ümumiyyətlə zərf yoxdur. B bəndində indi zərfdir, həm də zərflikdir. Aha, yuxarıdakı sifətdir, zərf yoxdur burada da. Buraya zərfdir, həm də zərflikdir. Amma aşağı zərfdir, amma söz birləşməsinin içindədir deyə, aşağıya çatanda, tərkibin içində deyə zərflik deyil, C bəndi. 17-də C bəndi. 18. Qoy sözü işlənir, lakin suala cavab vermir. Səbəb nədir? Çünki qoy ədatdır ona görə. Qoy cümlənin təsir gücünü artırıb ona görə. Gəlin, baxaq görək nədir? Leksik mənası yoxdur da, yəni köməkçinin qısasıdır ona görə. Nöqtənin yenə 2 fərqli şəxs əvəzliyi işlənə bilər. Gəlin, baxaq görək. Mən demişəm ki, belə deyəndə 2 fərqli şəxsə əvvəlinə həm sənin, həm də onun artdığın sözü tap. Dəftərim mənim, çantanı sənin, çantanı gətirəcək. Qardaşındakı, bilmirəm, sənin qardaşındakıdır, yoxsa onun qardaşındakıdır. C bəndi. 20. Süfrələrə yeni boş qab düzülürdü.
Lalə tək qızarmaq üz qaydasıdır. Nə demək istəyir burada? Deməli, birinci süfrə sözünə aiddir. Feil məhcul növdə işlənir. Bəli, boş qab düzülür, məhcul növdə. Uyğunluq deyirsə doğrudur. 1. Aha. İsimlərin hamısı adlı xaldır. Üzün qaydası. Niyə adlı xal olur ki? 2 oldu, çıxdı. 2 olan cavabları çıxarıram. İndi birinciyə uyğunluq. Görürsünüz, qara 4 bucağın qabağı. Feilin kökü sifət deyil. Düzülür də, bəli, feilin kökü düz. Bu doğru fikirdir. Yanlışa yazdığı deyə götürmürəm, düzgü deyir. Il 4 cür yazılan şəkil üçün sifətə qoşulmuyubdur. Feilə qoşulur. Aha. Deməli, cavab qalır 1-4. Gərək 4-də düzdürmü? Biri baxmışıq. Tərz hərəkət zərfiliyi işlənibdir. İkinci tərz hərəkət zərfi. Üz qaydasıdır, nə lalə təkrir. Bu yanlış fikirdir, yanlış deyil. Yanlışdan da yanlışı götürdüm. Doğrudan doğrunu götürdüm, yanlışdan yanlışı. Və salam. 20-ci sualımız da hazır. Dərya qədər ağlın olsa, yoxsul olsan gülərlər. Dərya qədər, canı qədər nəvəzlədim. Deməli, nədir? Qoşmadır. Deməli, burada deyir, can nədir? Zərf düzəldir? Yox. Ədatdır? Yox. Adlı xallı ismə qoşulan qoşmadır. Bəli, adlı xallı ismə qoşulan qoşmadır. Vəssalam. Aha. Ondan sonra keçək nəyə? Fərqlənmiş hissədə leksik şəkilçi var. Dediklərin doğrudur. Şeyi sənə göndərib deyir. Dıra maqa artıranda. Əgər məsələ dırdan gedirsə, maqa artıranda leksik olur. Sən bunları dünən oxudun, nə etdin? Oxudun, keçmişdi. Ötürdü baxca, nə edirdi? Zaman idi istədik. Amma düzəlt, düzəldir. C bəndi. Düzəltmək. C bəndi. T düzəlt leksik şəkilçidir. Aha. 23-cü sual. İnsanın həqiqi gözəlliyi onun sözünün gözəlliyidir. 23-də nə deyir? Gözəlliyi sifət deyil, isimdir. Lıq şəkilçisi isimdir. Onun ismə əvəz edən şəxs əvəzliyidir. 2. Mənsubiyə şəkilçili 3 isim işlənibdir. Gözəllik, sözü, gözəllik. 2-3. Yalnız bir sifət var. Cümlədə yalnız həqiqi sözü var, sifət düz deyir. 3-5. Yəlik halı 3 isim işlənib. İnsanın, onun, sözünün. Onun isim deyil, əvəzlikdir. 2-3-5. 24. Zərf cümlədə tamamlıq ola bilir. Bəli, niyə olmur? Yuxarını təmizlə. Cəmlə də getməlidir. Ha, əmr ədat işlənib. Xeyr, orada əmr ədatı əmr şəklinə qoşulanda olur. Ha, onda. Ha, o zaman əmr ədat olur ki, əmr şəklinə qoşulsun. Birincili yarısında sıra sayı yoxdur. Lıq isimdir. Bunlar hamısı getdi. Amonimin tərəfləri müxtəlifi, amonim həmeyinə müxtəlif ola bilər. Gülmək sözü eyni köklü söz tapmaq olmaz. Bəli, deyir, gülmək sözünə eyni köklü söz tapmaq olmaz. Sözünə eyni köklü söz tapmaq olmaz. Tapmaq olar. Amma ki, bir sözə deyimdə, makmək burada olmasaydı. Makmək qrammatikdir deyə, əgər sözdə yalnız qrammatik varsa, o söz heç bir sözün eyni köklü ola bilməzdi. Amma təkcə burada məsələn, gülmək əvəzinə güllü, gülçü, gülüş bunlar olsaydı, gül sözündən geçsəydi. Amma onun yanına artıq qrammatik qoşulubsa və yaxud da o təkdirsə, heç vaxt eyni köklü ola bilməz. Eyni köklüdə 100% leksik şəkilçi olmalıdır. 1-4-5. İsmi xəbərli cümlə. Vəssalam. İsmi xəbər deyəndə feil olmayan sözlər, bir də məsdər feil sifət axtır. Kömək etməli, nə etməli? Bax, sualın özü deyir ki, mən feilə. Yazılıb, nə edilib? Nə etmək, nə oldu? Getdi. Sövq edir, nə edir? Getdi. Dadını bilməyəndir. Azadlıq üçündür. Yaşamaq üçün. Qarı hər gün dağlara gedir, çoxlu çiçək gətirir, xəstəni müalicə edirdi, yanlış fikri axtarırıq. Gəlin axtaraq. Həmciz xəbərli cümlədir. Bəli də, gedir qarı, edir qarı. Bu həmciz xəbər. Tamamlığın ifadə vasitəsi eynidir. Çiçəyi gətirir, xəstəni, yox, çiçək isimdir. Tamamlıqdır, isimdir. Xəstə də sifətdir, eyni deyil. 2. Sonra saydan sonra gəlin ismin yazılışı səhvdir. Çoxlu çiçək. Niyə? Çoxlu həm tək isimə qoşula bilir, həm də cəm isimə qoşula bilir də. Deməli, üstə səhvdir. Feilin biri keçmiş zamandadır. Gəlin, baxaq, görək. Gedir indiki zaman, gətir, edir indi. Hamısı indiki zamandır, səhv deyir. Deməli, bu da səhvdir. Təsviflənən feillər məlum növdədir, bu doğrudur. 2, 3, 4. Uzlaşma əlaqəsi kəmiyyətcə pozulub. Kəmiyyət deyəndə söhbət larlərdən gedir. Aha, baxaq.
Hamısı təkdədir, xəbər təkdə olmalı idi. Deməli, 1-ə uyğun gəlir A. A, pozulmayıb. 1-ə deyir, uzlaşma pozulub, norma pozulmayıb. Yox, burada uzlaşmada pozulub, normada pozulub. Bu 2-yə aiddir. 2A. Yarpaqlar cansızdır deyə. Uzlaşma pozulub, amma norma pozulmayıb. 1-ə B. Bu biraz... Deməli, uzlaşma pozulub, norma pozulmayıb. B. Quzular o heç, quşlar, heyvanlar canlı da ola bilər, təkdə də ola bilər, cəmdə də ola bilər. İkinci bəs. Uzlaşma pozulub, normada pozulub. A. Hamısı təkdədir, xəbər təkdə olmalı idi. 11-cilər vidalaşdılar, bu da heç birisi pozulmayıb. İştirafçısı sabah bu heç 1BS, 2A. Bu qədər.